Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayırla bedellesin. İşlerinizi de oğan eləsin. Bugün yine inşallah Əbülfəzl Abbas ağamızın bazı fəzilətlərindən bir-iki dənə söhbət qalıb. Onların birini bugün siz üçün söhbət edim inşallah. Gələn səfirdə edərəm. Sonra Əbülfəzl ağanın meydana getməsindən söhbət olacaq. Məfatihul Qulub kitabında nəql olub ki, bir gün Əli Əmirəl-Mömin əleyhissalam oğlu Abbası sağ dizi üstə, qızı Zeynəbi sol dizi üstə otuzdurub, onlara nəvaziş və mərhəmət edirdi. Onları öpürdü. Abbas uşaq olduğu üçün buyurdu. Oğul de, kul ahad, yani de ki bir. Abbas dedi bir. Sonra Ali aleyhisselam dedi. De ki iki. Cenab-ı Abbas ədəbinin çoxluğundan ərz elədi. Ya əbata, sözün qəbulumdur, lakin məni üzürlü hesab et. Ondan ötəri ki, həya edirəm bir dil ilə ki, bir demişəm, indiki iki deyəm. Həzrəti Əmirəl-Möminin bu söz çox xoş gəlib, Əbbasın üzündən öpdü və nəvaziş elədi. Bu mərhəmətlərdən sonra xanım Zeynəb ərz elədi. Ya əbəta, bizi dost tutursan, Həzrət buyurdu, bəli. Cenab-ı Zeynəb ərz elədi, iki dostluq bir yerdə olmaz. Yəni Allah dostluğu və övladın dostluğu. Sizin xalis dostluğunuz Allahadır. Amma bizə isə övladınız olduğumuz üçün bizə şəfqət və tirhəmdir. İsrar-ı Şəhadə kitabında yazır. Cenab-ı Abbasın qüvvət və səhm və səlabəti və şücaətində bu qədər kifayət edər dostları üçün ki, nə qədər ki Həzrəti Abbas sağ idi, Əhl-i Beyt rahat və xatər cəm'i idilər. Həzrəti Abbasın vücudu onların hamısının qorxudan amanda olmalarına səbəb idi. Belə ki, düşmənlərdə o cürət yox idi ki, onlara şəbxun, yəni gecə hücumu etsinlər. Həmçinin Ömər Sədin cəmi qoşunu və sərgərdələri xof içində və vəhşətdə idilər ki, Abbas kimi qəhrəmanla necə döyüşəcəklər. Onların cümləsi Abbasın qorxusundan söyüd yarpağı kimiəsirdilər və qorxularından yatıb rahat ola bilmirdilər və belə güman edirdilər ki, fəth və nüsrət, yəni qələbə İmam Hüseyin əleyhissalamın tərəfində olacaq. Çünki onun Abbas kimi ələmdarı və kəsərli qılıncı var. Ona görə ki, onlar Abbasın şücaət və rəşadətini Süffeyn müharibəsində, yəni Süffeyn davasında və sair qəzavətlərdə görmüşdülər. O Cənabın gücü və qeyz və qəzəbi qoşun əhlinin ürəklərini yandırıb qaraltmışdı və bu sözləri Abbasın şanında şübhəli bilməyin. Ondan ötəri ki, bəna və rəvayət Əfsud Bəhrani öz məqtəlində yazıb ki, məqtəl yəni Kərbəla hadisələri ilə, müsibətli hadisələrlə əlaqədar olan kitablara deyilir.
yazıb ki, Cənab-ı Abbas Kərbala meydanında 25.000 məlunu cəhənnəmə vasil elədi. Hədis kitabı Əcib-əl-Əcibdə nəql edir. Bəni Əmiyyəlilərin xəlifə olduqları zamanlarda Şiələrin yaşayışlarını o qədər çətinliyə saldılar ki, hər kəsi, hətta Şiə bilsə idilər, ona olmazın əzablar verirdilər. Bu səbəbdən Şiələr məxfi yaşamağa başladılar. Belə ki, Kufədə Məhərrəmi gizli və xəlvəti halda əza məclisləri qurub, zikr müsibətlər edib ağlayırdılar. Az qaza bir gün bir salihə və möminə cavan gəlin öz sahibindən məxfi həmin əzaxanaya gedib, o da öz imamına əza saxlayırdı. O bir gün yenə o cavan gəlin gedib, gördü ki, rozə deyən Cənab-ı Abbasın müsibətini zikr edir və batində Cənab-ı Abbasa məhəbbət qəlbində cuşa gəlib, bir ixtiyar ağladı və şiddət məhəbbətindən üzün və sinəsin cırmaqladı. Elə ki, məclis tamam oldu, öz evinə gedib məlul və məhzun oturmuşdu. Amma onun əri münafiq və düşmən əhl-i beyt idi. Bu vaxt onun münafiq əri evə daxil olub, övrətini qəmgin və məhzun görüb dedi, nə hadisə olub ki, belə məlul və məhzun və üzünü cırıbsan. Qadın dedi, bir məclisə yolum düşdü ki, orada Əli əleyhissalamın şücaətli və qeyrətli oğlu Cənab-ı Abbasın başına gələn müsibətlərini danışırdılar. Mən də o büzürgüvarın müsibətində ixtiyarsız olub, özümü bu hala salmışam. O kişi qeyzlənib dedi, məgər sən də Abbası istəyirsən və onun məhəbbəti qəlbində var? Dedi, bəli. O kişi dedi, Abbasın məhəbbəti səndə nə mərtəbədədir? Dedi, o mərtəbədədir ki, onun yolunda malımdan və canımdan keçərəm. Kişi dedi, indi ki bu qədər ona məhəbbətin var, necə ki Abbas Allah yolunda iki qolundan keçdi, sən də onun yolunda bir əlindən keç qoy, kəsib. Övrət dedi, etirazım yoxdur. O məlun ərusunun bir əlini kəsib, onun təlaqını verib evindən çıxardıb qovdu. Ərus, yəni həmən gəlin, o kəsik əlin götürüb, münafiqlərin şəmadətlərindən, tənələrindən şəhərdə qala bilməyib, üz qoydu səhraya tərəf getməyə. Hər dəm məzlum ağa vay, qeyrətli ağa vay deyib, gözlərinin yaşını tökürdü. Tayin ki bir karvansaraya yetişib, orada bir kişi və qoca övrəti var idi. Onlar gəlini görüb, onun halının belə olmasının səbəbini soruşub, öyrəndilər. Xülasə əhvalatdan xəbərdar olub dedilər, ey gəlin, qəm etmə, biz də Həzrəti Abbası dost tutanlardan, belə ki bizim bir övladımız yoxdur, bizim yanımızda qal, bizə qız əvəzi ol. Gəlin bir müddət orada qaldı. Kişi və övrət gəlinin əlinə müalicə edib yarasını sağaltdılar. Bir gün bir tacir bir şəhərə gedirdi, yolu oradan düşüb, neçə gün orada qalıb həmin gəlini o qoca kişidən istədi. Qoca kişi qızın razılığını alıb vəkil oldu. Əqd şər'i cari oldu, tədarük, libas və sair lazım olan işlər hazırlanıb, zifaf gecəsi, yəni qadının əri ilə olduğu birinci gecə yetişdi. O biçarə salihə övrət dərdə, qəmə mübtəla olub, pərişan hal oldu və əl dərgahı ilahiyə qaldırıb, qəlbən Allah Teala belə ərz elədi. Xudaya, əgər bu tacir mənim əlimi kəsik görsə və mənim haqqımda pis fikrə düşsə, mənim bu əmrə səbir və davamım olmaz. Dəstəmaz alıb
evə daxil olub 2 rəkət hacət namazı qılıb başın səcdəyə qoydu. O ki, qadın deyir, mənim haqqımda pis fikrə düşsə, yəni şər'i nöqteyi nəzərlə oğurluq edən insanın əllərini kəsərlər. Yəni, mənim kişim elə bilər ki, mən oğurluq edən bir insanam. Çox ağlayıb münacət etdi ki, Xudaya, sən alimsən ki, mən ağam Əbbas yolunda əlimdən keçib eyibli olmuşam. Ya bu saat mənim ömrümü tamam elə, ya da ağam Əbbas hörmətinə mənim əlimə şəfa kəramət elə. Bunu o razı niyazlar edib ürəklə ağladı. Ta bihuş oldu, aləmi bihuşluqda gördü banın örtükləri. Götürüldü, neçə kürsü nurdan qoyuldu ki, Xatəmi Ənbiya və Əliyül Mürtəza və Fatimə-i Zəhra salamullah əleyhə və Həsən-i Müstəba və Hüseyin Şəhid-i Kərbala və Əbəlfəzl Abbas Ələmdar-ı Neynəva təşrif gətirib bir qədər onun əhvalına dilsuzluq, yəni qəlbləri yanmaqlıq edəndən sonra Xatun-u Qiyamət Fatimə-i Zəhra oğlu Əbbasa buyur, oğul Əbbas gəlin sənin məhəbbətində əlindən keçib, onun dərdinə əlac elə, qoyma onu ərinin, yoldaşının, yəni yanında xəcalətli olsun. Cənab Əbbas o gəlinin kəsilmiş əlini öz yerinə qoyub dua elədi. Həmən saat o gəlinin əli sağalıb salamat oldu.